Avqust ayının 23-də, 24-də sizin barənizdə mətbuatda, arşivlərdə və internet televiziyalarında gedən süjetlərlə bağlı nə deyə bilərdiniz? Və bunları təsdiq etmək üçün əlinizdə hüquqi faktlar varmı? Verdiyiniz suala təşəkkür edirəm. İlk öncə sizdən xahiş edirəm ki, mənim mətbuata verdiyim müsahibəni montaj etmədən olduğu kimi süjeti verəsiniz. Bir hüquqşünas kimi, bir alim kimi bunu sizdən müstəsna xahiş edirəm. Sualınıza cavab olaraq bildirirəm ki, 23-24 avqust 2024-cü il tarixlərdə Qaynar İnfonun mənbə kimi göstərərək kütləvi informasiya vasitələrində və internet televiziyalarında bayramda dezinformasiya xarakterli, heç bir hüququ, möhtəbər sübutlara söykənməyən informasiyalar tirajlanmağa, yayınlanmağa başlamışdır. Həmin informasiyaların da əsasını 2017-ci ildə vaxtilə Milli Elmlər Akademiyasında işləyərkən Ulu Öndərin barəsində yazılmış mənəviyyatsız məqalələrin müəlliflərini mən vəsaiət qaldılaraq Milli Elmlər Akademiyasının sıralarından xaric olunmasını tələb etmişdim məhkəmə qaydasında və Yasama Rayon Məhkəməsinin tələbi də həmin insanlar işdən kənarlaşdırılmışdır. Onlardan biri Yadigar Türker radikal müxalifətçi kimi tanınır, hal-hazırda dünyasını dəyişib və digərləri də işdən xaric olunmuşlar. Həmin insanlar tərəfindən 2017-ci ildə heç bir etibarlı mənbəyə, rəsmi möhtəbər sübutlara və o cümlədən hüquq mühafizə orqanlarının, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin mənbələrinə əsaslanmayan güya 2017-ci ildə məni dələduzluqla bağlı həbs etmişlər kimi dezinformasiya xarakteri məqalələr yazmışlar. Tam səmimiyyətlə bildirirəm ki, hal-hazır ki, bugün 20 sentyabr 2024-cü il tarixə qədər, yəni mən artıq 50 yaşı tamam etmişəm. Bu müddətə qədər mənim barəmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, yəni etibardan sui-istifadə etməklə özgənin daşınan və daşınmaz əmlakına ələ keçirmək maddəsi ilə buna el arasında dələduzluq maddəsi deyilir. Bu maddə ilə bayramda cinayət işi başlanmamışdır və bu barədə istintaq hərəkətləri aparılmamışdır və mən də hüquq mühafizə orqanlarının heç birinə bununla bağlı hər hansı bir ibtidai istintaq dövründə və yaxud da məhkəmə istintaqı dövründə ifadə verməmişəm, bayramda heç bir hökm çıxmamışdır. Bu rəsmi bayramda heç bir hökmün olmadığı halda və yaxud da mənim təqsirləndirən şəxs qismində cəlb edilməyim haqqında qərarlar olmadığı halda, belə deyək, rəsmiliyinə, səmimiliyinə böyük şübhələr yaranan informasiya vasitələrində belə məlumatların tirajlanması 2017-ci ildə də mənim şəxsi nüfuzuma kifayət qədər xələl gətirməyə çalışmışlar, o cümlədən elmi, ictimai siyasi fəaliyyətimə kölgə salmağa çalışmışlar. Dəfələrlə bildirmişəm və mənim YouTube üzərindən təxminən 5000-dən çox çıxışım var. Həmin çıxışlarımın hamısında da siz ardıcıllıqla incələsəniz, görəsiniz ki, mənim qətiyyətli bir mövqeyim olub. Mövqeyim də ondan ibarətdir ki, Azərbaycan Respublikasının dövlətçiliyi möhkəmlənməli və dünya çapında məşhur bir dövlətçilik sindromu yaradılmalıdır. Bu dövlətçilik sindromunu da yaratmaq üçün təbii ki, kifayət qədər təcrübəli, dövlətçiliyi bilən, dövlət anlayışını anlayan və dünya çapında böyük liderlərin, siyasətçilərin qarşısına çıxmaq üçün zamanında 70 yaşı olan və Azərbaycan xalqının onun idarə etməsinə böyük ehtiyacı olan ümummilli liderin gəlməsi ilə bağlı mən hələ 90-cı illərdə oxuduğum universitetin qəzetlərində Heydər Əliyev hamıdan yaxşı başa düşür ki, o axırda bir ovuc vətən torpağına qovuşacaq. Elmi, siyasi məqalə çap elətdirmişdim, məqalənin müəllifi özüm olmuşam. O zaman mənim 90-91-ci illərdə 17 yaşım vardı, özüm 1974-cü il 26 ildə anadan olmuşam və universitetin həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərdim, eyni zamanda qrup nümayəndəsi kimi. Və mən həmin məqaləni götürüb Naxçıvan Muxtar Respublikasında o zaman sabiq Ali Məclisin sədri Vasif Talibovun evində yaşayan hörmətli Ulu Öndərimizi ziyarətə getdim və onunla dəfələrlə görüşdüm. Həmin məqaləni hansı formada hazırladığımı bildirdim. Və açığı səmimi deyim ki, Ulu Öndər çox böyük təəccüb içindəki 17 yaşı hələ tamam olmamış bir gəncin belə dərin düşüncəsi var və analitik təhlili var. Sonra isə Ulu Öndərlə mən 1995-ci ildə yaşadığım, qaldığım tələbə yataqxanasında 5-ci kursdaydım. Artıq
fərqlənmə diplomu ilə qutardım universitetə, elə həmin ildə aspirantura, Milli Elmlər Akademiyasının aspiranturasına daxil oldum bir imtahanla və yeri gəlmişkən haşiyə olaraq çıxıb bildirirəm ki, mən orta məktəbdə qızıl medalla qurtarmışam 1990-cı ildə və 1986-90-cı illərdə 4 dəfə fizika riyaziyyat fənnindən keçirilən beynəlxalq olimpiyadaların qalibi olmuşam, qızıl medal gətirmişəm, birinci yerləri tutmuşam və eyni zamanda da olimpiyada qalibi ilə yanaşı orta məktəbdə qızıl medalla qutarıb ali məktəbə bir imtahanla daxil olmuşam. Bəzi insanlar bugün belə düşünə bilər ki, Naxçıvanlıların və Qərbi Azərbaycanlıların siyasi hakimiyyətdə olmasından mən yararlanmışam. Amma bildirirəm ki, 86-90-cı illərdə Azərbaycanın siyasi hakimiyyətinə Kamran Bağırov, Vəzirov cütlüyü rəhbərlik edib. Ondan sonra isə 92-ci ilə qədər Ayaz Niyazioğlu Mütəllimov Azərbaycan Respublikasının ilk prezidenti olub. 92-93-cü illərdə isə rəhmətli Əbülfəz Elçibəy olub. Ondan sonra 93-cü ildə rəhmətli Ulu Öndər 6 noyabrda Azərbaycan xalqının 93% səsi ilə, yeşdilliklə Azərbaycan Respublikasının 3-cü prezidenti seçilmişdir. Yəni, burada siyasi hakimiyyətin rolu deyil, sırf mənim Allahla öz aramdakı əxlaq, mənəviyyat, elmi, irfanın nəticəsindədir ki, mən bu olimpiyadalarda qalibiyyət əldə edirdim və eyni zamanda ali məktəbdə fərqlənmə diplomu ilə bitirdim və yeri gəlmişəm bildirim ki, ikinci ali təhsilində də ilk dəfə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə yaradılmış, yəni rəhmətli Heydər Əliyevin ilk fərmanlarından biri Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaranıb. Elə həmin ildə mən həmin akademiyanın hüquq fakültəsinə daxil olmuşam və hüquq fakültəsini də fərqlənmə diplomu ilə bitirmişəm. Müsahibəmdən sonra mən diplomlarımı, qızıl medalımı və digər müdafiə etdiyim diplomları sizə rəsmi şəkildə göstərəcəm. Mənim fəaliyyətim sırf dövlətə, dövlətçiliyə əsr olunub və elmi, siyasi, ictimai fəaliyyətimdə də bunu qəbul etməyənlər, bəyənməyənlər və tək başıma uca Allahın gücü və dəstəklə, aşağıda da özümün zəhmətimlə gəldiyim nəticələri, uğurları bəziləri həzm etməyib və mənə qarşı, şəxsimə qarşı qara PR kampaniyası aparıblar və bu qara PR kampaniyasında da bəzən özləri bilmədən, özləri dərk etmədən mənim daha iradəli güclənməyimə, mətinləşməyimə, dövlət və dövlətçilik məsələlərində daha prinsipial mövqe tutmağıma səbəb olublar. Dəfələrlə müsahibələrimdə bildirmişəm, bir daha da xüsusilə onu bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının prezidentini vəzifəsinə görə deyil, şəxsi, mənəvi, irfani, intellektual və əqli mülkiyyətinə görə çox istəyirəm və müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi mən bunu qiymətləndirirəm. Qiymətləndirmək mənim mömin kimi vəzifə borcumdur. Hətta İlham Əliyevi tam səmimiyyətimlə deyirəm, bugün Avropa və Qərb liderlərindən ona görə üstün tuturam ki, yox ki, mən Azərbaycan vətəndaşıyam və mənim prezidentimdir. Ona görə ki, İlham Əliyev bir neçə dildə sərbəst danışır, heç bir prezident məscidə gedib namaz qırmır, heç bir prezident Ərdoğan istisna olmaq şərtinə Türkiyənin Cumhurbaşqanının rəhbəri məsciddə ibadət etmir və həcc ziyarətində 4 dəfə olmayıb, 2 dəfə isə ümrə ziyarətində. Belə zəngin mənəvi tərcüməyə hala məhz Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları malikdir. Və ona görə də bir müminin üzərinə düşən vicdan borcu insanın daxili potensialını, daxili mənəvi imkanlarını qiymətləndirmək bir ziyalı və mümin kimi mənim borcumdur. Haqqımda gedən dezinformasiyalar da bu mənbədən qaynaqlanır. Mənim 16 avqust 2024-cü ildə Qusarda parlament seçkilərində iştirak etmək üçün getmişdim və geri Bakıya geri dönərkən təxminən Şabran istiqamətində məni Dövlət Yol Polis Xidmətinin əməkdaşı saxlayıb, daha doğrusu saxlamayıb, mən artıq səhətimlə əlaqədar avtomobili yolun sağ tərəfinə çəkib, sağ oturacaqda əyləşmişdim və yaxınlıqda meyvə satan bir qadın mənim halımın pisləşdiyini görüb yaxınlaşmış, mənə yardım göstərmişdir. Türkiyə çarə bir yardım alma sirkəsi ilə falan. Yol Polis Xidmətinin əməkdaşı da sağ olsun, ehtiramla bu mənzərəni seyr etmiş və gözləmiş, sonradan mənə yaxınlaşmış və maşınınızda cərmələr var, sığortaya görə dayanma, durma, ona el arasında parkovka deyilir və avtobus idarə etməsinin zolağına girdiyimə görə maşında xeyli miqdarda cərmələr yaranıb və mən ona cərmələrlə tanış olmamı istədim, o monitorda gətirdi, göstərdi və mən dedim ki,
maşındakı sığorta cərimələri iftiradır, maşınım sığortalıdır. Vaxtından əvvəl bütün illər mən sığorta şirkətlərindən artıq rəsmi məktub almışım ki, mənim avtomobillərimin hamısı icbari sığorta ilə tam sığortalanıb. Dayanma, durma, deyək ki, ona el arasında parkovka deyilir, o artıq aynaya məxsusdur. Azərbaycan Nəqliyyat Agentliyinin yeni bir qurumu yarar, yerüstü Nəqliyyat Agentliyi. Onlara məxsusdur və bunun Dövlət Yol Polisi Xidmətinə isə heç bir aidiyyatı yoxdur. Yol Polisi Xidmətinin əməkdaşı maşını duracağa qoyun və bu məsələləri əgər narazı qalsaz, yaşadığınız ərazi üzrə məhkəməyə müraciət edin və məhkəmə qaydasında ortadan qalxsın və mən də belə halların olduğunu vaxtilə Nəriman Oxlayan məhkəməsinə müraciət edib və belə texniki qüsurların aradan qalxızmasına nail olduğumu bildirmişəm və həmin məhkəmə qərarlarını da Respublika Yol Polisi Dövlət Xidmətinin rəhbərliyinə təqdim etdiyimi bildirdim və bu prosesdə bu cür davam edəcəyimi bildirdim. Amma cərimə meydançasına maşını qoyduqdan sonra onlar mənə Quba rayonuna getmək lazım olduğunu, Quba rayonunda isə məni kim gözləyir, dedi, Quba rayonunun Yol Polisi Xidmətinin rəisi sizi qarşılayacaq və bir də deməli, Respublika Nəqliyyat Agentliyinin müavini adını dedi, mən unutmuşam, xatırlaya bilmirəm, Yol Polisi Xidmətinə əməl. Yəni, onlar məni Quba rayon Yol Polisi Xidmətinin inzibati idarəsində gözləyirlər. Mən orası getdim, orada isə məni sahə müvəkkili qarşıladı. Deməli, Quba rayon İsmi kəndinin sahə müvəkkili, bir də Alpan kəndində mənə sahə müvəkkilinin dediyinə görə. O qarşıladı, sonradan sənədləri məhkəməyə apardı və məhkəmənin də qərarı mənim üçün çox ədalətsizdir və bu barədə də məhkəmə qərarı ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri, eyni zamanda Ali Məhkəmənin sədri istedadına, mənəvi əxlaqına inandığım, hüquqi savadına güvəndiyim İnamkarım qarşısında, Məhkəmə Hüquq Şurası qarşısında hüquqşünas alim kimi vəsaiət qalxılmışam ki, həmin qərara yenidən baxsın və qeyri-obyektiv ortadan qalxızılsın. Sizcə bu informasiyaların kökü nədən qaynaqlanır? Bu informasiyaların kökü hər halda insanın tərəfdarı varsa siz bilirsiniz və əleyhdarları da var. Bugün dünyada şəxslərin hamısına bir mənalı məhəbbət yoxdur. Nəzərə alsaq ki, bugün uca Allahı qəbul etməyən, sevimli Peyğəmbərimizə iftira atan, yüksək ranglı məmurlar haqqında dezinformasiyalar yazanlar da Hacı Xaliq Bəşər haqqında da iftira və böhtan ata bilərlər. Belə trollar üçün, bu cür, belə deyək, mənəviyyatsız trollar üçün belə dezinformasiyaların yayılması onların həyat tərzidir və mən bundan çox təəssüflənirəm. Elmi, ictimai, siyasi fəaliyyətinizlə sizin qanunu mənafeyiniz kimlərlə toqquşur? Bilirsiniz, dinamik fəaliyyətdə olan hər bir insanın kimlərləsə mənafeyi toqquşa bilər, üst-üstə düşməyə bilər. Bu normal bir şeydir. Normal cəmiyyətlərdə elə bir dünyada inkişaf etmiş, hətta inkişafdan qalmış ölkələrdə belə insanların hamısının fikirləri tamamilə üst-üstə düşmür. Normal ailələrdə əgər demokratiya varsa, siz bilirsiniz ki, bir ailədə ailənin tərkibi 5 nəfərdən ibarətsə, 3 uşağın, qardaş bacının və yaxud da valideynlərin sözləri tamamilə bir-birinin üzərinə düşmür, fikir ayrılığı yaranır. Və mənim də ola bilər ki, cəmiyyətdəki mövqeyim, açıq fikirliyim, fikir pluralizmim kimlərinsə mənafeyinə toxunur və yaxud da qıcıq yaradır. Onlar da maksimalist olaraq çalışırlar ki, məni ictimai siyasi fəaliyyətimə kölgə salsınlar və yaxud da əgər imkanları çatsa, hətta ortadan qalxsınlar. Mən belə düşünürəm. Amma konkret ad göstərmək, mənbə göstərmək, əlbəttə ki, bu mənim həm hüquqşünas kimi, həm də mümin kimi kimlərəsə iftira atmağım olar, konkret faktlar bu barədə göstərə bilməyəcəm və kimlərsə göstərmiş olsam isə özlərində qul haqqı yaratmış olur. Siyasi fəaliyyətlə məşğul olub böyük siyasətdən yaxından və dərindən iştirak etmək istəyirsinizmi? Yoxsa artıq iştirak edirsiniz? Bilirsiniz, sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallamın gözəl bir fikir var. Rəhmani siyasətsiz dünya inkişaf edə bilməz. Yəni, siyasəti bəziləri çirkləndiriblər, amma mənə görə insan daim rəhmani siyasətlə məşğul olmalıdır. Rəhmani siyasət dedikdə, məsələ, mənim gedib John Bidenlə və yaxud Trumpla, deyək ki, Macronla, Schultzla danışmağım deyil. Bu, əlbəttə, bu da siyasətdir, bu xarici siyasətdir. Daxildə ünsiyyətdə olduğum, hətta ailə başçısı kimi evdə övladlarımla rəftarım, dostlarımla rəftarım, cəmiyyətdəki rəftarım təbii ki, rəhmani siyasətə söykənməlidir. Rəhmani siyasət dedikdə mən ilahi ədaləti nəzərdə tutan,
əxlaqa və mənəviyyata söykənən nəzakətli, etik davranış qaydalarını nəzərdə tuturam. Siyasətlə, böyük siyasətlə məşğul olmuram, ümumiyyətlə siyasi ulduz olmaq fikrim də yoxdur. Amma istəsək də, istəməsək də siyasət bizi izləyir və bizim dinamik fəaliyyətimiz elmi, ictimai, siyasət şünaslar arasında maraq kəsb edir və buna müxtəlif rakurslardan müxtəlif qiymətlər verilir. Böyük siyasət dedikdə siz yəqin nəzərdə tutursunuz ki, partiya yaratmaq və partiya fəaliyyəti ilə məşğul olmaq. Ölkəmizdə iqtidarlı və müxalifət partiyalarının ümumi sayı təxminən 45-i ötür. Bunların hamısının bircə yekun məcmuası artıq böyük siyasətdə iştirak edirlər. Mənə görə mən yenidən bir yeni partiya yaradıb bu siyasətə qoşulmağım prinsipcə heç nə verməz. Ən yaxşı halda mən elmi, pedaqoji, mənəvi, irfani fəaliyyətimi davam etdirsəm daha çox nüfuz qazana bilərəm, nəinki siyasi fəaliyyət. Hüquqşünas alim kimi siz dünya düzənini və Azərbaycanın gələcəyini necə görürsünüz və yaxud necə görmək istərdiniz? Bilirsiniz, mən dünya düzənində hər dəfə bir xüsusi faktoroloji səbəbləri xatırladarkən Rəcəb Tayyib Ərdoğanın böyük bir lafı var kəlməsi, dünya 7-dən ibarət deyil. Çox təəssüf ki, Rəcəb Tayyib Ərdoğanın bu sözünə dünyanın digər dövlətləri dəstək vermir və dünyanın idarə edilməsində G7 deyilən bir güclər var da və dünya düzəninə onların təsiri böyükdür. Hüquqşünas alim və mömin kimi mən istəyərdim ki, dünyanın siyasi liderləri çox ədalətli, vicdanlı və əxlaqlı insanlar olsun. İlk növbədə bundan onların rəhbərlik etdiyi xalqlar sevinər və əziyyət çəkməz. Çünki bugün dünyada gedən proseslər nə qədər insan ölümünə, körpələrin məhvinə, evlərin dağılmasına, həyatlarının puç olmasına, vaxtından tez ölümlərə və xəstəliklərə gətirib çıxardı. Və Rusiya-Ukrayna müharibəsini biz misal göstərə bilərik, İsrail-Fələstin müharibəsini göstərə bilərik, Suriyada gedən müharibəni göstərə bilərik ki, Bəşər Əsədin 14 milyonluq rəhbərlik elədiyi xalqdan artıq bugün Suriyada 2 milyona yaxın xalq qalıb, onun 12 milyonu didərcindir, pis gündədir və miqrant kimi heç yerdə qeydiyyata alınmırlar və ümumiyyətlə ailələr tamamilə darmadağın dağılmışdır. Və o cümlədən müsəlman ölkələrini göstərə bilərik ki, Səddam Hüseynindən sonraki və Liviyada Qəddafinin siyasi hakimiyyətinin başa çatmasından sonraki dönəmi xatırlatsaq, bugün Liviya xalqı çox üzr istəyirəm ifadəmə görə Qəddafinin hətta barmağının kirini axtarış gücünə sürsün, çünki Qəddafi Liviya xalqı üçün çox böyük xeyirxahlıqlar, nəcib hərəkətlər etmişdir və maddi, sosial, mənəvi zənginliklərini təmin etmişdir, amma bugün o xalq didərcindir. Və Səddamdan sonraki İraqın vəziyyəti də çox bərbad bir vəziyyətdədir. Çox təəssüf ki, beynəlxalq güclər demokratiya, söz azadlığı altında ölkələrə girir və onların sərvətlərini talayır. Nəticədə isə nəinki söz azadlığı, demokratiya o məmləkətlərdə viranlıq, despotizm və qanuna zidd hərəkətlər, məişət pozğunluğu, mənəviyyat pozğunluğu, əxlaq pozğunluğu hökm sürür. Və mən dünya düzəninin dəyişməsində istəyərdim ki, Allah Cəllə Cəlaluhunun dəstəyi ilə siyasi liderlər dəyişsin. Onların başında duran siyasi liderlərin mənəvi, əxlaqi, irfani keyfiyyəti yüksək olsun ki, xalqlar əziyyət çəkməsin, xalqlar xoşbəxt olsun. Sizcə dünyada söz azadlığı və demokratiya varmı? Söz azadlığı və demokratiya nisbi məsələdir. Mənə görə mütləq mənada dünyanın heç bir yerində, o cümlədən inkişaf etmiş demokratiyanın beşiği sayılan Amerika Birləşmiş Ştatlarında belə mütləq mənada demokratiya və söz azadlığı yoxdur. Və orada nəşr olunan bütün böyük nəşrləri götürsək, deyək ki, CNN, NBC kanallarını və Amerikanın səsi və digər böyük nəşrlər, kütləvi informasiya vasitələri partiyaların əlindədir. Bəzi qismi respublikaçıların, bəzi qismi isə demokratların monopoliyasındadır. Və siyasi gücləri Qərbdə və Avropada idarə edən iqtisadiyyatdır. Yəni, iqtisadiyyat nə qədər güclüdürsə, orada siyasi liderlər vitrin rolundadır. Sadəcə iqtisadiyyatın diktəsi ilə onların dediklərini, bankların və digər monopolist güclərin dediklərini icra edirlər. Şərqdə isə məsələ tamam başqadır. Şərqdə isə siyasətçilər iqtisadiyyata diktə edir və iqtisadiyyatı monopoliya alır və iqtisadiyyatı idarə etməyə çalışır. Şərqlə Qərbin idarə etməsində sadəcə bu fərqləri görülür. Bu mənim düşüncəmdir.
Hüquqşünas, alim və hazır kimi sizcə din faktoru dövlətin ədalətlə idarə olunmasında iştirak etməlidirmi, yoxsa ayrı qalmalıdırmı? Sizin bu möhtərəm və düşündürücü sualınıza cavab olaraq bildirirəm ki, ümumiyyətlə cəmiyyətin idarə edilməsində insan faktoru labüddür. Nə qədər bəşəriyyət inkişaf edir etsin, cəmiyyətin və dövlətin idarə edilməsində ən böyük faktor insan faktorudur. Nəzərə alsaq ki, ailə kiçik dövlətdir, dövlət böyük ailədir prinsipi ilə yanaşsaq, əlbəttə ki, din faktoru böyük faktordur. Amma Azərbaycan Respublikası Konstitusiyasında yazılıb ki, məhz bizim yaşadığımız coğrafiya buna tətbiq etsək, din dövlətdən ayrıdır, Azərbaycan unitar, beynəlxalq, hüquqi dövlətdir. Amma din faktoru insanın əməlində böyük rol oynayır. Çünki insanı iki hissədən ibarətdir, ruhu və cəsədi. Ruh çıxartdıqdan sonra insan artıq cəsəddir. Ruh nə qədər kamil olsa, ilahi ədalətə söykənsə, vicdanı və mənəviyyatı olsa, bir o qədər insanın kamilləşməsinə, ailə başçısı kimi nümunə olmasına və dostları idarə olunan cəmiyyətdə, idarə etdiyi cəmiyyətdə, dövlət qulluğunda, dövlət məmuru kimi daha çox fayda verə bilər və yadınızdadırsa, təxminən 11-ə yaxın icra başçısı həbs olunanda Ali Baş Komandan cənab prezident İlham Əliyevin bir çıxışı oldu və dedi, başa düşürəm, bu icra başçılarının çoxsu artıq qanundan qorxmur, harınlayıblar. Heç olmasa Allahdan mı qorxmurlar ki, Allah bunları cəzalandırar? Bu yanaşmanın özü göstərir ki, Ali Baş Komandanın özü də din faktoruna, mənəviyyat faktoruna çox böyük önəm verir. Yəni Allahın varlığına və Allahın qorxusunun daha vacib, qanundan daha vacib olduğuna əsaslandırdı çıxışlarında. Və mən bu çıxışa istinad edib deyirəm ki, din faktoru dövlətin idarə edilməsində daha ədalətli olar və tərbiyəli olar. Cənab Hacı Xaliq Bəşər, hüquqşünas dindar kimi sizcə Allah hardadır, vardırmı və harda olduğu barədə yerini necə göstərə bilərdiniz? Sualınız çox ağırdır və düşünürəm ki, bu Nietzsche nəzəriyyəsinə əsaslanır. Adətən belə suallara ateizmlə məşğul olan insanlar verir. Sizin qulağınıza girmək istəmirəm bir jurnalist kimi və konkret fakt bildirmək istəmirsiniz, Allahı sevirsiniz, yoxsa ateistsiz. Allah hər yerdə var. Bir dəfə sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallamın yanına bir neçə Yahudi alim gəlir, Allahın varlığı haqqında ona sual verirlər. Allahın varlığı və qismət haqqında. Təbii ki, o zaman telefonlar və televiziya olmadığına görə sevimli Peyğəmbərimiz dalğa var, amma siz dalğanı görürsünüzmü? Onlar da təbii ki, dalğanın görmədiklərini söyləyəcəklər. Onda sevimli Peyğəmbərimiz, bax, telefon, televiziya və digər radio qəbul edicilər, elektron vasitələr məhz dalğa ilə işləyir. Amma siz dalğanı görə bilmirsiniz. Hər görə bilmədiyimiz şey, bu o demək deyil ki, o mövcud deyil. Çünki insan şuuru Allahı tam şəkildə dərk edəcək səviyyədə deyildir. Amma əlbəttə ki, Allah Cəllə Cəlaluhu var. Allah Cəllə Cəlaluhunun hər yerdə olması, yerin, göyün sahibi olması və yeri, göyü müqəddəs Quranımızda deyildiyi kimi 7 günə yaratması və Allahın da şəxsiyyət vəsiqəsi, Allahı bizə tanıdıran 4-cü səmavi kitabımız olan müqəddəs Quranımızdır ki, orada 114 surə, 6236 ayə, 77934 sözdə Allah Cəllə Cəlaluhu bütün bəşəriyyətə öz mesajlarını göndərmişdir ki, İnsan necə olmalıdır, necə ibadət etməlidir, necə ailə başçısı olmalıdır, həqqini nasıl yaratmamalıdır, yəni insan haqq və hüquqlarını yeməməlidir, yetimin malına toxunmamalıdır, rəiyyətin malı rəiyyətə verilməlidir, talama, çapma, qoparma və ədalətsiz qərar və sərəncamlar olmamalıdır və nəzərə almalısınız ki, bugün əməl var, hesab yox, axirətdə isə hesab var, əməl yox. Yəni, bir gün mütləq və mütləq əməllərinizə cavab verəcəksiniz. Sonda sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallamın qüdsal bir hədisi var, yaşatdıqlarınızı yaşamadan öləməzsiniz. Yəni, kim nə edirsə özünə edir və 30 il Azərbaycana siyasi rəhbərlik etmiş Mirzəfər Bağırovun məhkəmədə söylədiyi bir fikirdə xatırlatmaq istəyirəm. Mən diktatorların bilinməyən sirlər kitabında bu barədə yazmışam. Mirzəfər Bağırov sonda işini aparan məhkəmə heyətinə üst tutaraq deyir ki, etmişəm, edirsiniz, edəcəklər. Yəni, kim nə edibsə, istər yaxşıya, istər pisə, mütləq və mütləq ilahi ədalətlə cavabını alacaqdır. Qanunla cavabını almasa da, ilahi ədalətlə cavabını alacaqdır.
Və sualınızın digər bir hissəsinə cavabda isə Allah Cəllə Cəlaluhu apardığınız mübarizənin 3 formasını göstərir. Yəni, qul haqlarına girərkən sizin hüquq və azadlıqlarınız tapdalanarkən birinci növbədə cihad edin, yəni mübarizənizi gücünə göstərin. Yox, buna gücünüz çatmırsa, qarşı tərəf daha zülümkar, daha güclü, daha imkanlıdırsa, onda nitqinizlə, sizə verdiyim elmi biliklərlə, savadınızla aparın, yəni yazılı və şifahi danışıqlarınızla. Yox, bundan da ehtiyat edirsiniz ki, qarşı tərəf daha güclü və zülümkardır, sizə və sizin ətrafınıza, ailə üzvlərinizə fəsad verər, onda daxilinizdə nifrət edin və təvəkkül edin mənə. Mən onların layiqli cəzasını verəcəm. Mətbuata son sözünüz. Mətbuata son sözüm bir alim və namaz əhli kimi istənilən insan haqqında, hətta qatil haqqında, ən məşhur cinayətkar haqqında yazarkən də qul haqqına girməməyi tövsiyə edirəm. Bir cinayəti etmiş şəxs digər etmədiyi cinayətlərə görə suslandırılmasın və mətbuatın özü öz üzərində qul haqları yaratmasın. Ən azı mətbuat işçiləri də mən düşünürəm ki, Allaha inanır, Allahı sevir, müqəddəs Qurana və sevimli Peyğəmbərimiz sallallahu aleyhi və sallama bir müsəlman kimi inanırlar və belə inanclı mətbuat işçiləri təbii ki, qul haqları yaratmaqda çox ehtiyatlı olmalıdır. Qanun qarşısında da olmasa, Allah qarşısında mütləq cavab verəcəklərini düşünməlidirlər. Mən sizə müsahibə verərkən göstərdim ki, mən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq Fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Mən orta məktəbi qızıl medalla bitirmişəm. Mən birinci ali məktəbdə iqtisadiyyatı fərqlənmə ilə qurtarmışam. Azərbaycan İnşaat Mühəndislər Universitetinin İqtisadiyyat Fakültəsini fərqlənmə ilə qurtarmışam. 23 yaşında elmlər namizədi olmuşam. Unikal Beynəlxalq İctimai Fənlər Arası jurnalın təsisçiyə Maliyyə Attestasiya Komissiyasında bu jurnal elmi məqalələrin çapı ilə məşğul olur, heç bir siyasi fəaliyyətlə məşğul deyil, amma dünyada məşhur imzalara malik olan ən məşhur alimlərin məqalələrini dərc edir. Hal-hazırda bu jurnalda Türkiyənin indiki istihbaratının rəhbəri İbrahim Kalının 8 elmi məqaləsi gedib və bu nömrəsində isə hal-hazırda Türkiyənin Xarici İşlər Naziri olan Hakan Fidanın məqaləsi gedir. Yəni, bu hər iki şəxs Türk dünyasında məşhur insanlar olduğuna görə mən dünya çapında məşhur olan insanların, təbii ki, hüquq, iqtisadiyyat, səhiyyə, ədəbiyyat sahəsində məşhur olan insanların elmi məqalələrini dərc elətdirməklə, yaymaqla məşğul olur bu jurnal. Dəfələrlə müsahibələrimdə bildirmişim ki, mənəviyyatda kumirim, sevimli Peyğəmbərim Məhəmməd sallallahu aleyhi və sallamdır. Həzrəti Yusifdir. Reallıqda isə 21-ci əsrdə daha çox hörmət elədiyim, şəxsiyyətlərini uzaq tutduğum Pakistan əsilli Zakir Naik və Türk dünyasında, İslam dünyasında məşhur olan, şəxsən tanıdığım və ünsiyyət saxladığım Nihat Hatipoğludur. Yəni, bu hər iki şəxs mənim üçün çox önəmli, həm mənəvi, həm bioloji, həm intellektual baxımdan düşündürücü insanlardır. Qida mənbəyimdir, canlı qida mənbəyimdir. Dünyada fəlsəfə ilə məşğul olan məşhur filosofların həyat və fəaliyyətini dərindən öyrənmişəm. Sokratın, Aristotelin, Machiavellinin, Nietzsche'nin, Fukuyama'nın. Şərq fəlsəfəsində isə Əllamə Təbətəbai, Şeyx Ansari, Buxari, Müslüm, İbn Teymə. Yəni bunların kitablarını oxumuşam. Həzrət Əli Əleyhisselamın Nəhcül Bəlağa və Mizanül Hikmət kitablarını bir neçə dəfə təkrar oxumuşam, 4 dəfə Quranı xətm eləmişəm, o cümlədən 2 dəfə isə İncili, Zəburu və Tövratı oxumuşam
müqəddəs Quranımızda adı keçən 25 sevimli Peyğəmbərimizə və o cümlədən ikisinə isə işarə olunur. 27 Peyğəmbərin adı keçir, 25-in adı konkret çəkilir. Bu Peyğəmbərlərin də hamısına hörmət və ehtiramla yanaşıram. Mənə görə insanın kamilləşməsində təkcə dünyəvi elmlər deyil, yəni riyaziyyat, fizika, hüquq, coğrafiya, ədəbiyyat deyil, eyni zamanda dini kitablar və həmin dini kitablarda da mən orta qızıl xətti Əl-İmran surəsinin 103-cü ayəsində deyildiyi kimi məzhəblərə bölünməyin, təfriqələrə getməyin, fitnə çıxartmayın, intriqalardan uzaq olun, mübahisələr etməyin, mübahisə imanı və həyanı aparan hallardır. Bu orta qızıl xətti saxlamaqla özlərimdə kamilləşməyim üçün çox işləyirəm. Sokrat, bilirsiniz ki, 50 yaşa çatanda mən dünyada hər şeyi bilirəm, oxumağa ehtiyac yoxdur deyən Sokrat, artıq 70 yaşa çatanda mən bir şey bilirəm ki, heç nə bilmirəm. Yəni, insanın yaşadda olması, kamilləşməsi və hər gün istər çətin, istər yaxşı, istər orta səviyyədə nələrisə öyrənməsi və yaxud da o çətinliklərin üstünə əlavə çətinliklərin gəlməsi insanın mənə görə intellektual düşüncəsi, əqidəsi olan insanların kamilləşməsinə xidmət edir. Həzrəti Yusifi qardaşları quyuya salmasaydı, qadın şərif zindana salmasaydı, o çətinliklər olmasaydı, Həzrəti Yusifin şəxsiyyətinin gücünü biz hardan biləcəkdik? Və yaxud da şərq aləmində sevimli Peyğəmbərimizə qarşı sui-qəsdlər olmasaydı, Həzrəti Əli onun yatağında yatmasaydı, Əbu Bəkir Siddiq, Ömər bin Xəttab, Osman bin Əffan, Abdullah ibn Caş, Salman Farsi kimi səhabələr deməli, onu qorumasaydı və yaxud da sevimli Peyğəmbərimizin yolunda fədakarlıq etməsəydi, xanımlardan Xədicə-i Kübra anamız, Həzrəti Ayşə anamız, Həzrəti Əfsə anamız Peyğəmbərin mənəvi qidalanmasında, sosioloji və gigiyenik təmizliyində önəmli faktoroloji səbəblərə çevrilməsəydik, biz onları necə tanıya bilərdik? Təbii ki, hər bir çətinliklər, hər bir məhrumiyyətlər səni və sənin ətrafında sənə sadiq olan səhabələri daha da məşhurlaşdırır. Və biz bu faktları həddindən artıq çoxalda bilərik. Deyək ki, İmam Hüseyni qətlə yetirənlər nifrət qazanırsa, İmam Hüseynin şəhidliyi müsəlman dünyasında şəhidlik məktəbinə əsasını qoydu və nəticə etibarilə həm 1-ci Qarabağ müharibəsində və 2-ci Qarabağ müharibəsində, 44 günlük müharibədə və antiterror əməliyyatında siz Azərbaycan əskərinin ya Allah, ya Əli, ya Hüseyin deyə, yəni bu Allahın bu mömin qullarının adını çəkə-çəkə və sevimli Peyğəmbərimizin adını çəkə-çəkə azam verib döyüşə girən nə qədər Azərbaycan əskərini gördük və bütün bunların hamısının qida mənbəyi nə idi? Təbii ki, uca Allaha olan məhəbbət, vətənə olan sevgi və dinə olan, Peyğəmbərinə olan, müqəddəs Qurana olan sevgi idi ki, bu uğurlara gətirib çıxartdı. Diqqətinizə görə təşəkkür edirəm və məndən geniş şərtərəfli müsahibə götürdüyünüz üçün mən sizə sonsuz təşəkkür edirəm.